Başlayın. Hər kəsə salam. Bugün gender bərabərliyi haqqında danışacağıq. Lakin ilk ondan öncə gender bərabərliyinin nə olduğunu anlayaq. Qısaca isə gender bərabərliyi hər hansı bir cinsin digərinin üstün sayılmasına və bu sayədə haqq, hüquq, ədalət və onlara verilən imkanlar daxilində digərinin üstün görülməsi deyilir. Azərbaycanda bu gender bərabərliyi tarix boyu var olmuşdur və olacaqdır da. Eyni şəkildə bu bizim kinolarımızda da təsir etmişdir. Azərbaycan kinolarında, məsəl üçün, istər Sovet dövründən öncə və ya tarixi kinoları nəzərə alsaq, məsələn, Dələ Qorqud, Babək və ya Dələcür, istərsə də Sovet dövründə çəkilmiş Ulduz, Böyük Dayaq, Əhməd Hardadı kimi kinolar və yaxud da müasir dövrdə çəkilən birinci pərdə və ikinci pərdə kimi kinoları nəzərə alsaq, hər bir kinoda bəlirli bir miqdar belə olsa, gender bərabərliyi ilə qarşılaşırıq. Gəlin ilk öncə Sovet dövründən öncə və tarixi kinolar. Ekranın qabağında dayanmaq olmaz, uşaqlar. Ekran qabağına çəkilir. Bu tərəfə keçin, sonra keçərsin. Sovetdən öncə və tarixi kinolarda keçən filmlər. Bunlara nümunə versək, Babək və Dələcür kinolarında bunlara çox güzel bir nümunə olaraq vermək olar. Bu kinolarda qadınlar əsasən zərif, qorunan, emosional, ailə uşağa tərbiyə verən rol obrazında çıxış edirlər. Yəni, qısaca desək, onlar həyatda pasiv rolda oynayırlar. Yəni, onların cəmiyyətdə nüfuzları yoxdur və eyni şəkildə də nəsə bir şey etmə imkanına sahib deyirlər. Digər tərəfdən kişi rolları isə lider ruhlu, ailə son sözü deyən, fikir sahibi, ailəni qoruyan tərəfə çıxış edirlər. Yəni, aktiv şəkildə göstərirlər. Sovet dövrü filmlərində isə qadın genderlərində bir nisbətən dəyişiklik olmuşdur. Artıq qadınlar cəmiyyətdə nüfuz sahibi olmağa başlamışdılar, özləri işləməyə, özləri öz qərarlarını verə bilməyə başlaya bilmişdilər. Bunların nümunə telefonçuqları, Ulduz və Böyük Dayaq filmləri göstərə bilərik. Bu filmlərdəki qadınlar işləyirlər. Məsələn, Böyük Dayaq filmlərdəki qadın kolxozda işləyir və o cəmiyyət tərəfindən böyük nazil edəcək qalırlar. Lakin yenə də bu fikirlə geri dönmür və bunu cəmiyyətə qəbul etdirməyə bacarır. Eyni şeyi Ulduz filmi üçün də demək olar. Kişi rollarının isə dəyişiklik demək olar ki, yoxdur. Onlar həm də ailə dominantdırlar, liderdirlər, qoruyan tərəfdirlər. İndi isə müasir filmlərdən danışaq. Müasir dövr filmləri isə onlar daha müstəqildirlər, daha dərin psixologiyaya malikdirlər. Yəni, özləri öz qərarlarını verib, öz qərarların nəticələrini yüzləşə bilmə psixologiyasına sahibdirlər. Kişilər isə daha emosional, nisbətən daha zəif və qadın fikirlərinə önəm verən xarakterli obrazlara sahibdirlər. İndi isə sözü qrupdaşımla Rəna xanıma ötürürəm. 2 dəqiqə gözləyirəm. Okey, başlaya bilərsiniz. İndi isə mən sosial platformada qadınların və kişilərin özünü necə təqdim etdiyi və cəmiyyətdə onun necə təsir etdiyi haqqında danışacağam. İndiki zamanda insanlar çox vaxtını sosial mediada keçirir və orada gördüyümüz paylaşımlar bizim fikirlərimizə təsir edir. Qadınlarla başlayaq. Qadınlar da öz fiziki görünüşünə görə dəyərləndirir. Onların uğurları, yaşadığı həyat, hamısı onların görünüşü ilə əlaqələndirir. Onları tərkib edən qadınlar həmin nailiyyətlərə nail ola bilməyəndə özlərinə olan inanclarını itirir və özünü dəyərsiz hiss edirlər. İndi isə kişilər haqqında danışaq. Kişilərin paylaşımları qadınlardan biraz fərqlənir. Onlar daha çox emosiyasız, varlı və fiziki cəhətdən güclü özlərini göstərməyə çalışırlar. Və başqa kişilər onlara baxanda onlar kimi olmaq istəyirlər. Onlardan tam alınmayanda özünü psixoloji cəhətdən zəif və dəyərsiz hiss edirlər. Lakin qadınlardan fərqli olaraq kişilərin paylaşımlarına baxanda onların hər şey öz gücü ilə, öz cəhətlərlə nail olduğunu fikirləşirlər. Amma qadınlara baxanda isə deyirlər ki, hər şey onların görünüşünə görədir, qabaqlarına görə. Bunların bir neçə çıxış yolu var. Bir çıxış
bizə çoxlu imkanlar verir. Amma gender bərabərsizliyi mövzusunda ağır, ciddi və negativ təsir edə bilər. İndi isə sözü Nicata verirəm. 2 dəqiqə Nicata verir. Bir dəqiqə, bir söz soruşum. Siz neurodublyansınız, slaytları çevirmək üçün. Hə, okey. Sizə ekrandan həmişə çəkiləndə, ekranı heç vaxt tutmaq olmaz. Sən onda biraz görürəm. Hə, çevirəndə məsəl üçün ki, elərsiniz. Çünki ümumiyyətlə yadınızda qalsın, həmişə ekranda heç vaxt dayanmaq olmaz, tutmaq olmaz ekranı. Hazırsınız Nicat əfəndi? Başlayaq. Gender bərabərliyi azadlıq kimi görsənsə də, Azərbaycanın bəzi tərəflərində hər hansı stereotiplər mövcuddur. Əsasən müasirlik, texnikum deyirlər ki, kişi işidir və ona görə də qadınlar orada yersizdir. Bu işə qalma istidal və bacarıqla bağlı deyil. Sadəcə cəmiyyət forması düşüncə bağlıdır. Qızlar balaca olmaqda çox vaxt eşidirlər, bu kişi işidir, bu çətin işdir və bu qızların öz motivasiyasını öldürür. Onu həm də öz karyerasından təsir, həm də iş yerinə azaldır. Digər vacib mövzu isə maaş və vəzifə qalxımıdır. Maaş və vəzifə qalxımı. Elə görsənir ki, bəzi vaxt oğlanlar və qızlar eyni işdə işləsə də fərqli maaş alırlar. Və vəzifə qalxımı daha gec, xanımlarda daha gec olunur. Bu isə qızların motivasiyasını və gələcək karyerasını ikinci plana salmanı tələb edir. Ona görə biz neyləyə bilərik? Bu təkcə qadın problemi deyil, bu ümumiyyətlə cəmiyyətin problemidir. Çünki biz bacarıqlı insanların qabağını alırıq və ona görə də biz gələcəyə doğru addım edə bilmirik. Ona görə də biz istəyiriksə gələcəkdə cəmiyyət problemi, çünki insanın qarşı alınır bir əgər biz istəyirsə ölkə, şirkətli və ümumiyyətlə cəmiyyət ifşa etsin, onu hər kəsin bərabər imkan sahib olmağa vacibdir. Uğur insanın cinsiyyəti ilə yox, onun bacarığı, zəhməti və potensialı ilə əsasən bir faktor. Əgər bunun nail olsaq, həm insan, həm iqtisadlar, həm də gələcək nəsillər daha çox qazanacaqlar. İndi isə Rızazadə Tunar. Tunar. Rızazadə. Uşaqlar, sorry, mən adlara qarşı yaddaşım çox pisdir. Heç nə şəxsi qəbul eləməyin. Hərdən öz adımda yapın. Başlaya bilərsiniz. İndi mən sizə Azərbaycan cəmiyyətində kişilərin və qadınların rolunun keçmişini yerə dəyişiklik edəcəm. Bu rol dəyişiklikləri sadəcə ictimai cəmiyyətdə yox, həm də ailəçidə də baş verirdi. Biz bu dəyişiklikləri kinolarda, filmlərdə görə bilirik. Yəni, əvvəlki dövrlərdə bu gender rolları çox sərtlidir. Kişilər artıq indi oğullar dediyi kimi kişi adamı, həmin kişi bu kişidir. Nerede? Və onlar keçid idilər, cəsur idilər, söz keçin oydu və də yoxdurdular. Qadınlar isə həmişə qadınlar kişilərlə geydi, o olurdu, yəni ki, kişilər sözlərinə baxmalıydılar. Buna Koroğlu mesaj ataya bilərik ki, Koroğlu edəliyi və ciddiliyin təmsil edirdi, amma Nigar xanım sadəcə Koroğlu'nun dəstəkçi simvol olmuşdu. Baxmayaraq ki, o sadəcə işləyən məşğul olmuşdu. Daha sonra Sovet dövrünə keçsə əgər, bu vaxta qədər heç bir dəyişiklik olmamışdı, keçmiş dövrdən bura qədər hər şey yeni getmişdi. Amma Sovet dövründə qadınlar vəzifə qazanmağa başladılar, təhsil almağa başladılar, az da olsa. Hər ki, kişilərin sözü keçirdi, kişilərdə çox böyük bir dəyişiklik olmamışdı. Biz indi bu filmlə baxsaq əgər, orada qadınların kolxozda işləməyə başlayırlar ki, kişilər qəbul etmirdilər. İnci dövrə gəlsə əgər, inci dövrdə vəziyyət tamamilə fərqlidir. Çox qısa dövrdə çox böyük dəyişikliklər oldu. Qadınlar vəzifələrdə işləməsi çox
nəzərən çox böyük bir fərq oldu ki, yəni ki, qadınların daha böyük vəzifələri vardı. İndi kişilər ailə içi vəzifələri daha çoxdur, yeməyi həm kişilər, həm qadınlar pişirir, uşağa həm ata, həm ana baxır. Yəni bu qədər. Sağ olun. Sağ olun. Teşekkürler, teşekkürler. Alkışlayalım.